Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən blok imtahanlarının ikinci cəhdi üçün qeydiyyat aktiv edilmişdi və indi isə qeydiyyat tarixləri barəsində məlumat verim ilk öncə və qeydiyyat 26 may tarixində, yəni bu gün başlayır və 8 iyun tarixində sona çatacaq və istəyə uyğun olaraq namizədlər ikinci blok imtahanında qeydiyyatdan keçə bilərlər. Həm 11-ci siniflər, həm də ki, əvvəlki il məzunları bu qeydiyyatdan mütləq şəkildə keçməlidirlər ki, ikinci cəhd blok imtahanında iştirak edə bilsinlər. Və indi isə necə qeydiyyata keçmək lazım olduğunu göstərim. İlk öncə Google axtarış sistemində Dimqovaz yazırıq və ekranda çıxan birinci hissəyə daxil oluruq. Və ekranda da görürsünüz bakalavriat qəbul imtahanı ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat. Onun üzərindən vururuq. Və ekranda açılan bakalavriat səviyyəsinin 1-ci 4-cü ixtisas qrupları üçün qeydiyyat onun üzərindən vururuq. Və burada görürsünüz abituriyentlər üçün giriş var. Onun üzərindən vuraq. Və burada bizdə istifadəçi soruşur. İstifadəçi adı fin kod deməkdir. İndi isə göstərim köhnə və yeni vəsiqələrdə fin kod harda olur. Və köhnə vəsiqələrdə fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə fin kod burada işarələnmiş 7 rəqəmli simvoldur. İndi biz müvafiq məlumatları uyğun xanaya daxil edək. Fin kod yazdıqdan sonra davam et düyməsini sıxırıq və bundan sonra bizdə parol gəlir. Parol biz şəxsi kabinet yaradan zaman təyin etdiyimiz paroldür və parol yazdıqdan sonra daxil düyməsini sıxırıq. Və ekranda açılmış səhifəni görürsünüz. Burada bağlı xanasını sıxırıq və bağlı xanasını sıxdıqdan sonra biz artıq qrupumuzu seçək. Və bu hissədə görürsünüz yay imtahanı üçün ixtisas qrupu. Biz bunun üzərindən vururuq. Və bunun üzərinə vuranda müvafiq olaraq 4 qrup çıxır və bizim 4-cü qrupu seçirik. Yəni bizim istəyimiz 4-cü qrupdur və 4-cü qrupu seçdikdən sonra burada görürsünüz ərizənin təsdiq düyməsi var və biz ərizənin təsdiq düyməsinin üzərinə vurmaqla ərizəmizi təsdiq edə bilərik. Və ərizənin təsdiq düyməsini çıxanda görürsünüz burada bizdən 50 manat ödəniş tələb edir və biz şəxsi kabinetin balansına 50 manat ödəniş etməliyik. Bunun üçün MPay ödəniş terminalından istifadə edəcəyik və sizə necə ödəniş etmək lazım olduğunu göstərəcəm və bəzən də görürsünüz ki, bəzi abituriyentlərdə indi göstərəcəyim hissə çıxa bilər və burada sizə çıxsa ki, siz ödənişdən azadsınız. Bu o demək ki, siz ola bilər ki, məcburi köçkünsüz və yaxud da şəhid ailəsi, yaxud da ki, birinci, ikinci qrup 50 dərəcəsi olan abituriyentsiz və yəni burada siz ödənişdən az olan kateqoriyaya aid olduğunuza görə sizdən ödəniş tələb etməyə bilər. Bu sizdə çıxsa narahat olmayın və siz artıq razıyam ərizənin təsdiq düyməsində sıxaraq ərizənizi təsdiq edə bilərsiniz. Yəni sizdən ödəniş tələb etməyəcək. Və bundan sonra artıq biz ərizəmizi təsdiq etmiş oluruq. İndi isə biz artıq balansımızı MPay ödəniş terminalı vasitəsilə artırmağı göstərək. Və biz artıq ödəniş terminalında görürsünüz irəli düyməsini sıxırıq və burada təhsil xidmətləri xanası var və burada Dövlət İmtahan Mərkəzinin loqosunu tapırsınız və burada fin kodun üzərindən vurursunuz. Yenə də siz köhnə vəsiqənizdə fin kod və bu işarələnmiş son 8 rəqəmindən 7-sidir. Həmin fin kodu yazıb ödəniş edə bilərsiniz. Yaxud da ki, yeni vəsiqələrdə qeyd etdiyim kimi 7 rəqəmli simvolu daxil etməklə siz şəxsi kabinetin balansını artıra bilərsiniz və artıq biz uyğun məlumatları, yəni fin kodumuzu müvafiq xanada yazaq və fin kodu yazdıqdan sonra biz irəli düyməsini sıxırıq və bundan sonra artıq ekranda sizin adınız, soyadınız gələcək. Siz əmin olun ki, həqiqətən də bu sizsiniz. Bəli, artıq adınız, soyadınızı gördükdən sonra irəli düyməsini sıxırsınız və irəli düyməsini sıxdıqdan sonra sizdən tələb olunan 50 manatı müvafiq olaraq aparata daxil edirsiniz və bundan sonra ekranda 50 manat yazı gəlindən sonra ödə düyməsini sıxırsınız və ekranda qəbz çıxır və siz də qəbzi çap edirsiniz və qəbzi əldə edərək həqiqətən də balansınızı artırdığınızı göstərə bilərsiniz. Yəni bu şəkildə biz artıq balansımızı artırdıq. İndi yenidən qayıdaq əvvəlki səhifəyə və burada yenə biz artıq qrupumuzu seçirik yenidən və qrupu seçdikdən sonra da bayaq qeyd etdiyim proseduru təkrarlaya bilərsiniz. Yəni ki, istəyə uyğun olaraq qrup seçirsiniz. Biz yenə öz qrupumuzu, yəni 4-cü qrupu seçirik və ərizəni təsdiq et düyməsinin üzərindən vururuq və artıq bizim balansımızda 50 manat olduğuna görə görürsünüz. Artıq ekranda yazır ki, balansınızda 50 manat var və 50 manat silinəcək. Biz də razıyam təsdiq et düyməsini sıxırıq və artıq bizim ərizəmiz təsdiq olundu və biz burada bağlı xanası var. Bağlı xanasını sıxırıq və biz ərizənin təsdiq olduğunu görürsünüz. Məlumat təsdiq olundu. 26.05 təsdiq olunubdur və bundan başqa siz yuxarıda görürsünüz elektron ərizənin çap et düyməsi var. Onun üzərindən də vura bilərsiniz və tövsiyə edirəm ki, onu siz Chrome proqramda edəsiniz və artıq burada ərizəmizin təsdiq olunduğu yazır. 4-cü qrupu seçmişik, o da göstərir. Yəni artıq bizim ərizəmiz təsdiq olunubdur. Siz də bu şəkildə
ərizənizi təsdiq edə bilərsiniz. Yəni bu vərəqi çıxartmağa ehtiyac yoxdur. Bu sadəcə sizə imtahanda iştirakınızı təsdiq edəcək. Və imtahan qeydiyyatı qeyd etdiyim kimi 26 mayda başlayır, 8 iyunda bitir. Və imtahan tarixləri də artıq görürsünüz. 2-ci və 3-cü ixtisas qrupları üzrə 6 iyul, 1-ci 4-cü ixtisas qrupları üzrə 13 iyuldur və DT və TC seçənlər isə 13 iyul tarixində tək coğrafi imtahanı verəcək. Artıq siz bu şəkildə qeydiyyatınızı apara bilərsiniz. Qeyd etdiyim kimi bu ikinci cəhdi imtahanda həm 11-lər, həm məzunlar, belə deyək, əvvəlkilər məzunlar iştirak edə bilərlər. Hər ikisi üçün eyni tarixdə olacaq imtahanlar. Bu şəkildə siz də ərizənizi təsdiq edə bilərsiniz. İmtahanda iştirak edəcək bütün abituriyentlərə uğurlar arzu edirəm.